bizim Elmlər Akademiyasında dronları düzəldən olub. Hələ o şəkilləri vermir. Ora keçəndə verəz. Drone biz istehsal eləmişik, əziz tamaşaçılar. Drone 2014-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasında elə bir dəhşətli işin üstündə işlənib ki, bugün Azərbaycan qürur duymalıdır ki, bax, akademiya belə olur. Nə oldu? Akademiya dönəmində, o haqda birazdan sonra geniş danışacağım, dönəmində akademiki Akif Əlizadənin başçılığında bu işlər başladılır. Sənədlər var, videolar var, şok olacaqsınız. Azərbaycanın qüvvət komutanları, Dövlət Sərhəd Xidmətinin rəhbəri General Elçin Quliyev, digər generallar, hətta Müdafiə Naziri Elmlər Akademiyasına gəlir. Elmlər Akademiyasından bağlı, istəyirsiniz verin, problem yoxdur. Elmlər Akademiyasından bağlı böyük işlər gedir. Və nə yaranır, əziz tamaşaçılar? Deməli, elmin kommersiyalaşdırılması üzərində danışılır və yüksək texnologiyalar parkı. Yüksək texnologiyalar parkı yaradılır. Və o park Azərbaycanda ciddi işlər görməyə başlayır. Verin, indi yavaş-yavaş şəkilləri də verin. Deməli, Azərbaycanın elə videonu da verin. Elə mən səsini alın, verin. Azərbaycanın Akif Əlizadə başçılığında akademiyası, elmin kommersiyalaşdırılması. Dünyanın hər yerində bu belədir. NASA nədir? Fransanın prezidentinin yanında araşdırmalar mərkəzləri nədir? Türkiyədə Aselsan nədir? Avropada strateji elmi araşdırma mərkəzləri nədir? Budur da. Elmlər Akademiyası əslində budur da, əslində. Bilimlər Akademisi nədir? Ayrı-ayrı sahələrdə ixtiralar etmək, dövlətin ən müxtəlif hissələrində o ixtiraları satmaq, müqavilə bağlamaq və alimləri yaşatmaq. Yəni bunun hamısı da bu yolla getməli deyilmi? Yüksək texnologiyalar parkı yaradırlar. Mənə bugün o parkın direktoru gəlmişdi. İsimlərini xatırlanmağını istəmirlər. Dəhşətə baxın. İsimlərinin xatırlanmağını istəmirlər. Qorxurlar. Qorxudublar Azərbaycan alimlərini. Dron yaradıblar. Hadrutda, Şuşada bizim o dronlardan istifadə olunub. Hadrut döyüşlərində. Azərbaycan alimləri bomba atan dronlar istehsal edir. Mülki və hərbi sahələrdə olmaq üzrə biz dronlar istehsal eləmişik. Generallar gəlib baxıb. Generallar sınaqdan çıxardıb. Müqavilələr bağlanıb. Nə olub bilirsinizmi? Ramiz Mehdiyev təyin olunanda icra aparatının rəhbəri kimi Elton Məmmədov adlı bir adamı ora təyin eləyib. Daş yağaydı Elton Məmmədovun ora təyin olunduğu günə, elə Ramiz Mehdiyevin də ora təyin olunduğu günə. Təsəvvür eləyin ki, Ramiz Mehdiyev gələn kimi Elton Məmmədov yüksək texnologiyalar parkına gəlir və o gəncləri toplayır. Ölkədə ən ağıllı, ən istedadlı bir neçə gənci ora toplayıblarmış. Səlcuq Bayraktarlar misali adamlar yığılıb iş görürlər. Nə baş verir? Elton Məmmədov gəlir və ilk çıxışı nə olur? Deyir ki, o qədər məlumatlar var ki, adamın başı dönür. Bunlar hansı millətin adamlarıdır? Bunlar hansı millətə xidmət eləyirlər? Kimə xidmət eləyirlər bunlar? 2 ay içinde Haşim ile hiçbir randevu bulamadım. Sağ ol. Bu Siri'də öz başından durup danışmaq öyrənir. Ümumiyyətlə bu iPhone telefonlar telefon deyil. Məndən sizə əmanət. Deməli, əziz tamaşaçılar, Elton Məmmədov ilk çıxışında adamlara bilirsinizmi nə deyir? Deyir ki, hamısını araşdıracaq. O uşaqlara deyir, cavanlara. Bir yanlışınız varsa sizi həbs elətdirəcək. Darmadağın eləyir yüksək texnologiyalar parkını. O uşaqları darmadağın eləyir. Azərbaycan xalqı. Əllərindən, ayaqlarından öpüləsi uşaqları.
baş tacı